Ay baba, bu gün hava çox istidir. Bəlkə marojna eləyək. Biləndən keçir. Hə, Baş üstə. eləyək də. Baba, Nə? 2 iyul tarixinə qədər Oba Marketdə Yay Qapıda Fürsət Qonşuda kampaniyası davam edir. Nəvəmlə birlikdə evimizə yaxın olan qonşu Oba Marketə gəldik. Lazım olan ərzaqları endirimli qiymətlərə alaq. Siz də bu imkanı qaçırmayın. Yay Qapıda Fürsət Qonşuda. Dondurma hazırlamaq üçün bizə lazım olan ərzaqlar: banan, çiyələk, kakao pudrası, bir də ki bal. bananı doğrayaq. Sərgəli əzməmə şərti ilə kuloka yığaq. Ağzını belə bağlayıb qoyuruq dondurucuya ki, 1-2 saat bu donsun. Bu belə. Çiyələyə doğrayırıq. Banan kimi bunlar da kuloka yığılır və dondurucuya göndərilir. Dondurmanı hazırlamaq üçün bizə ikinci dəfədə banan doğramaq lazımdır. Onu biz soyuducuya qoyacağıq ki, orada donsun. 3 saatimiz keçdi. Ərzaqlarımız donubdur. Keçək növbəti mərhələyə. Donmuş bananları tökülür blenderə. Üstünə bir qaşıq bal. Krem halına gələnə qədər biz bunu blenderdən keçirdək. Birinci mərhələ hazırdır. Qabın bir küncünə səliqəli yığaq. Keçək ikinci mərhələyə. Çiyələyi əlavə edək bananla bir yerdə. Yenə də bir qaşıq bal. Çiyələyi də bura ortaya səliqəli zövqlə əlavə eləyək. Həmən üçüncü mərhələ bananı tökürəm. Bir qaşıq da kakao əlavə edirik. Balmamız. Yan tərəfə. Üçüncü mərhələ. Məhəmməd, sən istəyən dondurma hazırdır. Apar qoy soyucuya. 3 saat qalsın orada. Yaxşı. 3 saat tamam oldu. Dondurmamız hazırdır. Bir damcı da parlayaq. Bax, düzün deyəcəm. Buyurun iş olsun. Möhtəşəm. Vallahi. İş olsun. Sağ ol. Bu dondurmadan evdə hazırlamağı tövsiyə edirəm. Qatqısızdır, təmiz bir ekoloji cəhətdən çox təmiz dondurmadır. Məsləhət edirəm. Göz haqqınızı da halal edin.